Müəllim, Milli Məclisdə bu təklif edildi, eləmi? 5 uşaqlı ailələr deyil, artıq 3 uşaqlı ailələr də çox uşaqlı ailələr hesab ediləcək, eləmi? Milli Məclis müzakirələrində təqdim etdiyimiz təkliflərdən biri də çoxuşaqlı ailə anlayışına baxılması və 5-dən 3-ə endirilməsi ilə bağlıdır. Nəzərə alsaq ki, hazırda təbii ki, 5 və daha çox uşağı olan ailələrin sayı çox deyil və eyni zamanda trend göstərir ki, xüsusən də ailələrdə uşaqların sayında azalmalar var. O baxımdan biz təklif edirik ki, 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunsun və onların çoxuşaqlı ailə hesab olunması bir tərəfdən 3 və daha çox uşağı olan ailələrdə valideynlərin, anaların, bir sıralarda ataların daha tez pensiya çıxmasına imkan yarada bilər. Eyni zamanda çoxuşaqlı ailələr təbii ki, dövlətdən müavinət alır, söhbət aylıq 105 manat müavinətdən gedir. O baxımdan hər uşaq və 18 yaşına dək ödənilən vəsaitdir. Ona görə çoxuşaqlı ailə anlayışının dəyişməsi həm də həmin ailələrin dövlət büdcəsindən aylıq olaraq hər uşaq üçün müavinət almasına gətirib çıxara bilər. Milli Məclisdə bu artıq plenar iclasa çıxarılıbmı? Biz komitədə bunu təklif etmişik. Bildiyiniz kimi təklifin qiymətləndirilməsi zaman tələb edir. Bunun xüsusən də profil qurumlar tərəfindən rəyin alınması və bu istiqamətdə müzakirələrin aparılması. Bütövlükdə bununla bağlı Əmək və Sosial Siyasət Komitəsində müzakirələr aparılıb və təkliflərimiz profil qurumlara təqdim olunub. Təşəkkür edirəm. Mən təşəkkür edirəm.